Maraqlı sualdır. İnformasiyanın emalına aiddir, bilinir. Və bu sual tipinin demək olar ki, eynisi mən ümumi sınavında da işlətmişdim mənimlə. Demək olar ki, eynisidir. Demək deyir ki, avtomata girişdə 3 rəqəmli ədəd daxil edilir. Avtomat bu ədədləri yeni ədədə aşağıdakı qayda ilə çevrilir. Ədədin birinci və ikinci rəqəmləri, daha sonra isə ikinci və üçüncü rəqəmləri toplanılır. Alınmış ədədlər artan sıra ilə yanaşı yazılaraq, artan sıra, yəni azdan çoxa doğru. Burada özümdən bir nümunə qeyd etmişəm, tam dəqiq bilmədiyim üçün. Sadəcə bu sualı bilirdim nədən ibarətdir. Deyil, yazılaraq yeni ədəd al. Avtomatın çıxışda verdiyi ədəd 1113 olarsa, girişə verilən ən kiçik ədədin rəqəmləri cəmini tapır. Yəni, müəllimlər, 3 rəqəmli ədədi qeyd etsəm, A, B, C. Yəni, burada demək istəyir ki, A üstə gəlsin B, sonra B üstə gəlsin C. Yəni, birinci ilə ikinci rəqəmi toplayır, ikinci ilə də üçüncü rəqəmi toplayır. Sonra da artan sıra ilə yazılır. Bunun üçün də bir nümunə qeyd etdim. 378-i, məsəl üçün, belə bir nümunə qeyd etdim. Yəni, 3 ilə 7-ni toplayır, bərabər olur 10-a. 7 ilə də 8-i toplayır, bərabər olur 15-ə. Və artan sıra ilə yazsaq 10, 15 olmuş olacaq. Bu sadəcə anlaşılsın deyə belə bir nümunə qeyd elədim. İndi müəllimlər, bizdən amma deyir ki, girişə verilən ən kiçik qiymət. Mən baxıram ki, yəni hansı 2 rəqəmi cəmləyəndə 11 almalıyam, hansı 2 rəqəmi cəmləyəndə 13 almalıyam. Bizim rəqəmlərimiz neçədən başlayır? 0-dan ta 9 daxil olmaqla. Onsuz ədəd 0-la başlaya bilməz, 0-ı yaza bilmirəm. Ən kiçik dediyinə görə ən kiçik rəqəmlə başlamalıyım. Bir onu bilirəm ki, ən kiçik rəqəmlə başlamalıyım. 1-lə də başlaya bilmirəm. Deyəcəksiniz ki, müəllimə, 1-lə niyə başlaya bilmirsiniz? 1-lə ona görə başlaya bilmirəm ki, nəticədə ən kiçik 11-i almaq üçün 1-i yazsam, ən böyük rəqəm də hansı? 9-dur. Yəni, maksimum 10 ala bilərəm. Amma mənə 11 lazımdır. Ona görə də yenə də 1-i yaza bilmirəm. Demək, 0-ı yaza bilmirəm, 1-i yaza bilmirəm. Amma 2-ni yaza bilərəm, düzdürmü? Bax, nəyə görə müəllimə 3-lə, 4-lə, 5-lə, 6-lə başlamışsınız? Çünki bizə deyir ki, ən kiçik ədəd. Ən kiçik ədəddə ən kiçik rəqəmlə başlayar da, düzdürmü? O zaman 2 ilə başlaya bilər. Sonra fikirləşirəm ki, 2-nin üzərinə hansı rəqəmi gəlsəm 11 edər. İndi niyə 11-i birinci düşündüm, 13-ü düşünmədim, onu da qeyd edəcəm. 9-u gəlsəm 11 edər. Bəs 2 ilə 9-u topladıq, hə, verəcək bizə 11. Bəs 9-la neçə toplasaq 13 edər? 4-ü toplasaq, düzdür? Demək, bu ən kiçik ədəd 294 olacaq. Düzdürmü? Yazacağım 2 üstə gəlsin 9 bərabərdir 11-ə. 9 üstə gəlsin, onsuz da burada 9 ortaqda 2 dəfə yenə istifadə olunur. 9 üstə gəlsin 4, çünki birinci ilə ikinci, ikinci ilə üçüncü deyilir. 13. Demək, burada ən kiçik ədəd oldu 294. Deyir ki, bu ədədin rəqəmləri cəmini tapın. 2 üstə gəlsin 9, üstə gəlsin 4, nəyə bərabərdir? 15. İndi müəllim, məsələ nədən ibarət? Bəzən belə ödənişsiz qrupda bu sualı izah edərək. Müəllimlərdən biri belə sual verir ki, müəllimə, niyə birinci 13-ü fikirləşmədiniz? Yəni, 13 gələrdi, cəm 13 olardı, sonra 11 olardı, sonra yenə azdan çoxa doğru 11, 13 şəklində düzərdiniz. Bu şəkildə olmazsa, dedim, bəli, olardı, amma mən ən kiçik dəyəri ala bilməzdim. Nəyə görə? Mən 13 almaq üçün gərək ən böyük rəqəmləri götürüm. Elə bilin ki, 294 deyil, mən birinci ən kiçik rəqəm üçün 13-ü axtarmalı deyiləm, 11-i. Yəni, elə rəqəmləri cəmləməliyim ki, mənə ən birinci 11-i versin, 13-ü yox. Deyək ki, məsəl üçün, 13-ü verməsi üçün belə 13 kimi düşünsəm ki, hə, birinci toplayanda 13, sonra 11-i axtarım. O zaman elə bil ki, bax, məsəl üçün, bu ədədi tərsinə deyil. 4, 9, 2. 4 ilə 9-u cəmləyəcəm, olacaq 13. 9 ilə də 2-ni cəmləyəcəm, olacaq 11. Hə, düzmək olardı azdan çoxa 11, 13. Amma ən kiçik rəqəm gördüyünüz kimi, daha doğrusu ən kiçik ədəd olmayacaq. Artıq birinci 13-ü axtardığıma görə, bu artıq 492 olmalıdır ki, 4 ilə 9-u cəmləyim. İndi digər ədədlər də ola bilər. Yəni, 294-dən böyük olacaq bunlar. Kiçik olmayacaq. Ona görə də bu cəmi axtararkən həmişə baxır ki, ən kiçik deyirsin, ən kiçik hansı ola bilər? 11, yoxsa 13, 11-i almalıyam. Ona görə də 2, 9-dan başladım.
13'ü almağı birinci düşünsem, o zaman en kiçiyi arada itirmiş olacaq. Yəni, hə, yazacağım 4 üstə gəlsin 9, 13, 9'dan 2'ni cəmləyəcəm 11, sonra da azalan, daha doğrusu artan sırayla yazacağım 11, 13 səhv var. Yox, səhv yoxdur. Sadəcə verilmiş şərti o zaman pozmuş olacaq. Ən kiçik ədədi tapmayacaq. İndi məsəl üçün sualın şərtini dəyişəcəm müəllimlər. Deyək ki, bizdən ən kiçik dəyəri yox, ən böyük dəyəri soruşsaydı, məsəl üçün buradan yazıram ən böyük. Hə, bax, ən böyük dəyəri deyəndə artıq mən 13'ü birinci axtaracağam, 11'i yox. Ona görə də fikirləşirəm ki, yaxşı, ən böyük dəyər dedim ki, ən böyük olması üçün də bu dəfə ən böyük rəqəmlə başlamalıdır. Ən böyük rəqəmimiz hansıdır? 9'dur, düzdürmü? 9'un üzərinə hansı rəqəmi gəlsəm 13. Bax, görürsünüz, bu dəfə 13'ü axtarıram, 11'i axtarmıram. Çünki ən böyük dediyimə görə ən böyük toplananı, yəni cəmi götürəcəm. Ən kiçik deyəndə ən kiçik cəmi götürəcəm. Burada 13'e baxıram artıq. 9'la 4'ü toplasam təbii ki, bizə verəcək 13. Bəs 4'lə də neçəni toplasam 11 verər? 7'ni. Bax, sorsaydı ki, ən böyük dəyər, o zaman 947 olmuş olacaqdı. Həqiqətən 9'la 4'ü toplayacaqdım, bizə verəcəkdi 13. 4'lə də 7'ni toplayacaqdım, bizə verəcəkdi 11. Sonra deyir ki, burada şərtdə alınmış ədədlər artan sırayla yanaşı yazılır. Artan sırayla 11, sonra da 13 gələcəkdir. Bax, görürsünüz, birinci dəfə ən kiçik deyəndə 11'i axtardı. İkinci dəfə ən böyük deyəndə artıq 13'ü axtardı. Ona görə də 9'u ən əvvəl yazdım, sonra 4'ü, sonra da 7. Yəni, məsələnin şərtində ən böyük desəydi 947 olacaqdı. Ən kiçik desəydi, təbii ki, 294 olmuş olacaqdı. Burada da bunların da rəqəmlərini cəmləsəydik, məsəl üçün ən böyük üçün olacaqdı 7. Bu da belə müəllimlər, bu da 5 sualın izahı. İnşallah ki, aydındır. Yenə də nəsə sualınız olsa şərh bölümündə yazarsınız. Sağ olun, salamat qalın.